Herkese salam, necəsiz dostlar? Düşündüm bu səsləndirməni üstdən etsəm daha yaxşı olacaq. Deməli, bugün vlog başlatdım. Bu qısa bir vlog olacaq. Burada saçlarımın halını görürsünüz. Saçlarım yanıb, pis gündədir və izləyicilərimin çoxu məndən bacı, niyə belə yol solğunsan, niyə makyaj istifadə etmirsən, niyə özünə baxmırsan deyə suallar verirdi. Bundan ilham alaraq getdim salona və saçlarımı açdırmaq istədim, bir fərqlilik və saçlarım bilirsiniz uzun olduğuna görə dostlar, saçlarımı kəstirdim. Düzdür, bunu çox risk eləmirdim, amma məncə yaraşdı. İnşallah ki, siz də bəyənərsiniz. Burada saçımın açılma prosesi gedir. Bu arada usta özümün xalasıdır, ona görə də heç bir dəyişik etməmişəm. Yorumlarda bunu nəzərə alıb qınaq obyektinə çevirin. Burada saçlarımla iş yaşayıram və fikirləşirəm, görəsən qəşəng olacaq, yoxsa olmayacaq. Bu açılmış halı həqiqətən şokdayım və ilk dəfədir ki, fikirləşim saçlarımı açdırıram. Saçlarımla inanılsız ki, oynayan olanda çox xoşuma gəlir və yuxu aparır məni. Orada yatmamaq üçün özümün gücünə tuturdum. Burada da saçlarımı feni ilə qurudurlar. Ən sevdiyim proseslərdən biri o da saç yuyulması. O qədər çox sevirəm ki, saçlarımın masaj olunanda, baxım elətdirəndə həqiqətən mənim çox sinirlərimi sakitləşdirir və mənim buna çox ehtiyacım var idi. Amini də bugün həkimdən gətirdi və ağrıları şükür Allah bugün olmadığına görə bu fürsəti dəyərləndirdim və saçımı düzəltdirdim. Sonra Amini apardıq parka. Parkda gəzdirdim. O anları çəkmək istəmədim. Çünki dediyim kimi göz nəzərdən çox qorxuram. Amini çox paylaşanda həqiqətən uşaq narahat olur. Bəziləri bilirəm ki, Amini çox sevirsiniz, amma insan çox sevdiyindən belə göz dəyə bilir. Ona görə Aminin o anlarını paylaşmaq istəmədim. Burada artıq saçım hazırdır. İndi isə son halını göstərəcəm. Necə olub fikirlərinizi yorumda yazarsınız. Amma pis şeylər yazmaya xahiş edirəm. Çünki ilk dəfə cəsarət edib belə bir şey etmişəm. İnşallah ki, bəyənərsiniz. Bu da mənim saçımın son halı. Saçımı kəsdirmişəm. Düzdür, mən əvvəldən də saçlarımı qısa istifadə edirdim. Ona görə bu mənim üçün ilk deyil, amma ki, rənglənməni ilk dəfə etmişəm bu formada. Hər zaman tünd rənglərdən istifadə edirdim. Amma bu səfər xalam dedi ki, fərqlilik olsun. Bu səni daha da yaxşı eləyəcəm. İnşallah ki, öyrəşərəm. Hələ öyrəşməmişəm. İnşallah ki, öyrəşəcəm. Abunə olmağı, səhifəmizə yorum yazmağı unutmayın. Videonun sona kimi izləyin. İnşallah ki, bəyənərsiniz. Mən çünki çox bəyəndim, həqiqətən. Saçlarıma aşiq oldum. Gündəlik vloqlar gələcək. İzləmədə qalın. Hələlik.